İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan 8 nəfər məhkəməyə gətirilib. Proses Səbail rayon məhkəməsində keçirilib. 8 nəfər barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Xatırladaq ki, Daxili İşlər Nazirliyi Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən 2 mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Onlar Rusiya vətəndaşlarıdır.